Qiraətçi Pünhan İsmayıllı bugün ad gününü qeyd edir. Axşam.az xəbər verir ki, o 60 yaşı münasibəti ilə şəhər restoranlarından birində məclis qurub. Qiraətçinin doğum günündə onun sənət dostları da iştirak edir. Gecədən görüntüləri təqdim edirik. Bir neçə gündür bulvarda əkilən tülpanları tapdalayanlarla bağlı qalmaqallı səngimək bilmir. Bu dəfə tanınan bloger Həmail Ələsgərovanın görüntüsü yayılıb. Sosial şəbəkədə onun da tülpanlar arasında video çəkdirərək onlara ziyan vurduğu iddia edilib.